Bilərəkdən orucu batil edən şəxsin kəffarəsi nədir? Orucu batil edəcək 9 əməl, bəzilərinin nəzərinə görə hamısını, hansı birini bilərəkdən yerinə etsə kəffara gələcək. Bəzi ağaların nəzərinə görə yox, bəziləri kəffara gələcək, bəziləri gəlməyəcək. Məsələn, yeməkdir, içməkdir. Müstəna ağanın nəzərinə görə bilərəkdən qusmağa, bilərəkdən boğaza toz çatdırmaq, bilərəkdən peyğəmbərin, imamın adından yalan danışmağa kəffara gəlməyəcək. Hətta bilərəkdən olsa belə. Amma yerdə qalanları yerinə yetirmək, bilərəkdən olsa kəffara gələcək. Kəffarəsində də 3 şəkildə insan ödələyə bilər. Bir, ya bu kəffarəni bir günə, bir gündə təbii ki, ya bir qul azad edəcək, ya 60 fəqirin hər birisinə 750 qram ya düyü, ya un, ya buğda, ya buna bənzər şeylər verəcək, ya da 2 ay oruç tutacaq bir gün kəffara. Təbii ki, qəzası da yerində daha. Bir nəfər bilərəkdən yeyib içib, həmin günün qəzası ayrıdır. Bunun cəzası da var da, kəffarəsi də var. Həmin o kəffaradır. Ya 60 fəqirə doyuzduracaq, ya 2 ay oruç tutacaq, ya da ki, bir qul azad edəcək. İxtiyar sahibidir, hansını istəsə edə bilər.